Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə müvəkkilinin, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə penitensiar müəssisələrdə cəza çəkmədən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib. Çıxışlarda bildirilib ki, cəza siyasətinin əsas məqsədi bu şəxslərin islah olunaraq cəmiyyətə faydalı üzv kimi geri qaytarılmasıdır. Penitensiar müəssisələrdə saxlanılan şəxslərin hüquqlarının təmin olunması və onların cəmiyyətə hazırlıqlı şəkildə adaptasiyası insan hüquqları sahəsində əsas prioritetlərdəndir. Vurğulanıb ki, cəza çəkən şəxslərə sosial dəstək, peşə hazırlığı və reabilitasiya istiqamətində bir sıra proqramlar həyata keçirilir. Məqsəd onların cəza müddəti başa çatdıqdan sonra əmək bazarına inteqrasiyasını asanlaşdırmaq və sosial adaptasiyasını təmin etməkdir. Tədbirdə mövzu ilə bağlı hüquqi və sosial adaptasiya məsələləri üzrə ətraflı məlumat verilib, suallar cavablandırılıb. Qeyd edilib ki, bu cür tədbirlər insan hüquqlarının müdafiəsi və penitensiar sistemdə sosial reinteqrasiyanın gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü işlərin tərkib hissəsidir.